Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme əccil li vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 9-cu dərsi oxuyuruq. Bildiyiniz kimi, keçən dərsimizdə qeybətin haqqında təriflər deyildi. Yəni, qeybət nə deməkdir? 2-3 dənə tərif oxuduq müxtəlif kitablardan. Və mərhum Şeyx Murtəza Ənsari buyurur ki, bu təriflərə əsasən eyni zamanda bizim hədislər də dəlalət eləyir. Yəni, o hədisləri ki, Peyğəmbərdən sual eləyiblər. Qeybət nədir? Peyğəmbər qeybəti izah eləyib və məna eləyib ki, qeybət nədən ibarətdir? Məsələn, hədislərin biri Əbu Zər nəql eləyir. Əbu Zər deyir, mən Peyğəmbərdən sual elədim. Qeybət nədir? Həzrət buyurdu ki, qeybət odur ki, sən öz mömin qardaşını elə xatırlayasan, elə bir sözlər deyəsən ki, həmən sözləri o qardaş eşitsə, acığı gələr, narahat olar, özünü pis hiss eləyər. Bu qeybətdir. Yəni, bir şəxsin dalıyca elə bir söz deyəsən ki, həmən şəxs o sözü eşitsə ki, sən onun dalıyca demisən, o şəxs narahat olar və o şəxsin bu sözdən acığı gələr. Hədislər də bizə bunu bildirir ki, qeybət bundan ibarətdir. İndi oxuyuruq və digər alimlərin də qeybətə verdiyi təriflərin mərhum Şeyx Murtəza Ənsari nəql eləyir. Buyurur və əla hazət tərif dəllət cümlətun minəl əxbar. Buyurur, bu tərifə əsasən, bu tərif dünənki dərsimizdə oxumuşuq, 2-3 dənə tərif oxumuşuq. Bu tərifə əsasən eyni zamanda xəbərlər də, rivayətlər də bir hissəsi dəlalət eləyir. Məsələn, mislu qovluhu aleyhissalam, məsələn, Həzrətin, Peyğəmbərin bu sözü. Və qəd səələhu Əbu Zər ənil qeybə. Belə ki, Əbu Zər Peyğəmbərin sahabəsi Peyğəmbərdən sual elədi. Qeybət nədir? Peyğəmbərimiz sallallahu aleyhi və aleyh buyurdu. İnnəhə zikruk əxac bima yekrəhuhu. Qeybət odur ki, sən öz qardaşını, mömin qardaşını xatırlayırsan bir sözlərlə, bima yekrəhuhu. Bir halda ki, o eşitsə, sən o sözləri demisən, onun acığı gələr və o narahat olar. Bu bir hədis. Və fi nəbəviyyin axər, başqa bir hədisdə də var. Qalə sallallahu aleyhi və aleyh, Peyğəmbərimiz bir gün buyurdu sahabələrə. Ətədrunə məl qeybə. Peyğəmbər buyurdu, siz bilirsiniz qeybət nədir? Qalu, sahabələr dedilər, Allahu və Rəsuluhu ələm. Xeyr, Allah və onun Peyğəmbəri daha yaxşı bilir ki, qeybət nədir? Yəni, demək istədilər, ya Rəsulallah, biz bilmirik, sən bizə öyrət. Qalə, Peyğəmbər buyurdu, Zikrukum əxac bima yekrəhuhu. Qeybət odur ki, siz öz qardaşınızı, mömin qardaşınızı xatırlayırsınız elə bir sözlə, elə bir sözlərlə ki, bir halda ki, yekrəhuhu, o eşitsə əgər bu sözləri sizdən, narahat olacaq, acığına gələr. Qeybət budur, elə bir söz deyəsən ki, o şəxs onu eşitsə ki, onun haqqında siz bu sözü demisiniz, o narahat olar. Və liza qalə fi cami'ül məqasid.
Elə buna görə də mərhum Muhaqqiq Kərəki Camiül Məqasid kitabında buyurub: İnnə həddəl qeybə əla ma fil əxbar. Buyurur, qeybətin tərifi, həddi o ki, xəbərlərdə mövcuddur, rivayətlərdə mövcuddur, o budur. Ən təqulə fi əxikə ma yəkrəhuhu. Sən öz mömin qardaşının haqqında bir söz deyəsən ki, o eşitsə o sözü acığı gələr, lov səmiəhu. Əgər eşitsə mimmən huvə fihi. Elə bir söz deyəsən ki, elə bir nöqsan deyəsən ki, o nöqsan onda ola. Yəni o şəxsdə ola. Onda olan bir şeyi deyəsən və o eşitsə bunu və narahat olar, bu qeybətdir. Vəl murad bima yəkrəhuhu. Bəs o ki, buyururlar ki, rivayətlərdə indi neçəsində oxuyduq ki, o adam eşitsə acığı gələr. Kəma təqəddəmə fi ibarətil müsənnif. Necə müsənnifin ibarətində, yəni misbah, biz tərif oxuduq keçən dərsimizdə. İbarətul müsənnif, yəni misbahda deyilən tərifə əsasən. O yəkrəhuhudan məqsəd nədir? Buyurur, vəl murad bima yəkrəhuhu kəma təqəddəmə fi ibarətil müsənnif ma yəkrəhuhu zuhuruhu. Acığı gəlir, yəni nə? Yəni o şəxs eşitsə ki, onun haqqında belə sözlər deyiblər, onun acığı gəlir ki, onda olan eybin aşkar olmağından. O istəmir ki, onda olan eyb cəmaatın içində aşkar olsun. Sivaun kərhə vücuduhu. İndi mümkündür o şəxsin özünün də o eybdən acığı gəlir. Onda o eyb var, amma acığı gəlir ondan. Məsələn, kəlbərəs və cüzam. Məsələn, bərəs xəstəliyinə tutulub, cüzam xəstəliyinə tutulub. Özünün də xoşu gəlmir bu eybdən. Və lakin istəmir ki, cəmiyyət onu bilsin. Ona görə də kimsə deyəndə ki, filan kəs bərəs xəstəliyin sahibidir, cüzam xəstəliyinin sahibidir, bunun xoşu gəlmir, istəmir ki, onun xəstəliyi cəmaatın içində aşkar ola. Düzdür, özünün də o xəstəlikdən xoşu gəlmir və lakin istəmir cəmaat bilə. Əmla, mümkündür də o şəxsdə elə bir eyb ola, onun o eybdən özünün xoşu gəlir. Sadəcə istəmir ki, cəmaat onun eybini bilə. Məsələn, kəlmeyl ilə qabai. Məsələn, mümkündür bir nəfərin pis işlərə meyli var. Məsələn, musiqiyə qulaq asmaq istəyir. Meyli var ki, musiqiyə qulaq assın. Meyli var ki, məsələn, şərab içsin. Meyli var ki, məsələn, zina eləsin. Meyli var ki, məsələn, oğurluq eləsin. Özünün xoşu gəlir bu işlərdən. Və lakin xoşu gəlmir ki, onu kimsə açıqlasın cəmaatın içində. Cəmaatın içində onun abrısını aparsın. Ondan xoşu gəlmir. Özünün xoşu gəlir, amma onun aşkar olmağından xoşu gəlmir. Bəs bima yəkrəhuhudan məqsəd budur ki, yəni şəxs istəmir ki, onda olan eyiblər aşkar olsun və cəmiyyət bilsin. Və yuhtəməl ən yurad bil musul nəfsul kəlam. Biz keçən dərsimizdə oxuduq ki, misbahda ki tərif deyilmişdi. İxtabuhu izə zəkərəhu bima yəkrəhu minəl uyub. O bema, o ma kəlməsi orada nədir? Buracan bəhs eləyirdik ki, o ma kəlməsi may mövsulədir. Amma ehtimal var ki, mərhum şeyx buyurur, ehtimal var, o mövsuladan məqsəd kəlamın özüdür. Kəlamın özü. Və yuhtəməl ən yurad bil mövsul, ehtimal var. Məqsəd o bema, o may mövsuladan məqsəd nəfsul kəlam. Kəlamın özüdür. Əlləzi, o kəlamı ki, yazkuruhu şəxs bihi. Ki, bu şəxs o kəlamla başqasının dalıca danışır. Başqasının eybini açır. Və yəkunu kərahətuhu. Və o şəxs də bu kəlamdan xoşu gəlmir. Yəni, bir nəfərin dalıca ki, danışırsan, o adamın
sənin onun dalınca danışdığı kəlamdan acığı gəlir. Niyə acığı gəlir? İmma lekavnihi izharan lil eyb. Ya buna görə acığı gəlir ki, sən onun eybini açırsan, onun eybini zahir eləyirsən. Və imma lekavnihi sadirən əla cəhətil məzəmmə vəl istixfaf vəl istihza. Ya da ki, buna görə acığı gəlir ki, o elə bir sözlər deyir ki, əla cəhətil məzəmmə, cəmaət onu məzəmmət eləyəcək, vəl istixfaf, cəmaət onu hörmətsiz biləcək, vəl istihza, cəmaət onu istihza eləyəcək, məsxərə eləyəcək. Bunlara görə istəmir ki, sən onun dalınca danışasan, onun eybini açasan. Və in ləm yəkunul eyb mimmən yəkrəhuhu izharuhu. Lap belə mümkündür ki, elə bir eybdir ki, eyb aşkardır. Yəni eyb hamı görür, bilir ki, bu eyb bunda var. Və lakin o istəmir ki, başqası o eybi desin ki, onu məzəmmət eləsin, onu kiçiltsin, onu istehza eləsin. Eyb də aşkardır. Məsələn, hamı görür ki, filan kəsin məsələn ayağı qısadır. Hamı görür ki, onun ayağı qısadır. Amma sən deyəndə ki, onun ayağı qısadır, o artıq özünü pis hiss eləyir, özünü istehza, məsxərə kimi hesablayır. Ona görə də istəmir ki, onun dalınca bu sözü deyəsən. Lekovnehi zahirən binəfsi, yəni mümkündür, aşkardır o eybi, hamı görür. Onun izharından bu narahat deyil. Sadəcə narahatdır ki, mənim dalımca bu sözü deməyin, məni kiçiltməyin. Ya bunlara görə acığı gəlir. Və imma lekovnehi moşirən bezzəm. Ya da ki, buna görə acığı gəlir ki, bilir ki, dalımca o sözü deyəndə artıq bununla mənə məzəmmət işarə olunur. Məni məzəmmət eləyirlər. Və in ləm yəqsutul mütəkəllim əzzəm. Baxmayaraq, o danışan da heç məqsədi onu məzəmmət eləmək deyil, sadəcə deyir. Məsələn, kəl-əlqabil moşirə bezzəm. Məsələn, müxtəlif ləqəblərlə onu çağırır ki, o ləqəblər də onu məzəmmətə aparır, çıxır. Onu məsələn kiçildir. Bu cəhətə görə o istəmir ki, həmən ləqəblər, məsələn, deyirsən filan kəs dovşandır, filan kəs məsələn türkidir, canım, müxtəlif ləqəblər var. Bu ləqəblərlə əgər deyəndə o da bilir ki, bu ləqəblər məzəmmətə səbəb olur, ona görə də acığı gəlir və istəmir ki, kimsə onun dalınca bu sözləri desin. Belə olan təqdirdə, əgər kimsə bu şəxsin dalınca belə bir sözlər desə, bu qeybətdir və bu haramdır. Elhamdülillahi Rabbil aləmin.